uzun illərdir Qarabağın bir dominantlığı var idi və Sabah elə bir o stereotipi, o tabunu qırdı. Sizcə bu digər klublarımız üçün də bir stimul olacaqmı? Və də mən demək istərdim ki, Qarabağ mənim üçün möhtəşəm bir klubdur. Və biz hamımız Avropada oynayanda azərkeşliydik Qarabağa. Qarabağ 12 ildir Avropada Azərbaycanı çox uğurlu təmsil edir. Və mən həmişə deyirəm ki, ola bilsin Qarabağ olmasaydı, Sabahın inkişafı belə tez olmazdı. Ona görə ki, biz öz qabağımızda həmişə Qarabağı görürdük və çalışırdıq onlardan yaxşı olaraq. Bu normal bir istəkdir. Mənə elə gəlir ki, bu hər şey bilirsiniz necədir, hər şey adamın, insanların belə deyək də istəyindən asılıdır. Mən inanmıram ki, başqa klublar kimsə çempion olmaq istəmir, kimsə uğurlu olmaq istəmir. Sadəcə uğurun forması yoxdur, formulası yoxdur. Və kimsə öz işini yaxşı görməlidir, çalışmalıdır. Çalışırsansa öz iş və münasibətin tam peşəkar olduğu məqamlarda sən başa düşürsən ki, sən artıq, ya ola bilsin ki, sən başa düşürsən ki, sən düz yolda deyilsən, bizdə də elə olur. Amma uzun müddətli biz başa düşürdük ki, bəli, hansısa nəticələr var, ildən ilə, mövsümdən mövsümə biz hansısa bir nəticələrə gəlirdi və başa düşürdük ki, yox, bu yol çətindir, amma biz düzgün yoldayıq. Bəs Sabahı qısqanan, hələ təzə başlayan vaxtlarda, avro oyunlarda qısqanan və şübhə ilə belə skeptik yanaşan adamlara nə deyərdiniz? Mən inanmıram ki, kimsə hansısa Azərbaycanlı, bir Azərbaycan kluba dəstək olmasın və istəməsin ki, Azərbaycan klubu hansısa bir nəticəyə gəlsin. Biz həmişə deyirdik ki, ürəyimizdə sevgi olmalıdır. Bizim ölkəmizə, bizim Azərbaycanlılara, Azərbaycan komandalarına və belə də irəliləyirik. Mən inanmıram və inanmaq da istəmirəm. Kimsə fikirləşsin ki, yox, Sabah irəli gelməsin, nəsə olsun. Sadəcə bu qədər. Çox sağ olun.